Bir şəxs xəstəlik və bu kimi müşkülə görə özü dəstəmaz ala bilmirsə, gərək dəstəmaz almaq üçün bir şəxsdən kömək alsın fətvası hansı ayə və hədisə əsaslanır. Ümumiyyətlə, bu kimi məsələlərin, fətvaların, göstərişlərin ayə və hədisini istinad nöqteyi nəzərindən demək çətindir. Bir çox hallarda bəzi məsələlərin heç Qurani Kərimdə ayəsi də yoxdur. Bu sadəcə hədislərə əsaslanır. Əlbəttə ki, mötəbər və səhih hədislərdən gedir söhbət ki, onlar da dini Qurani Kərim kimi dini qaynaq sayılır, mənbə sayılır və əlbəttə ki, bu cür məsələlərin kökə hədisdir və bu hədis də bir çox hədis kitablarında gəlir və alimlər də, şəriət mütəxəssisləri də həmin hədislərə əsaslanır və həmin bu cür fətvaları verir ki, məsələn, dəstəmaz ala bilməyəndə xəstəlik yüzündən, məsələn, bu adam naib tutur, o naib bu adamın tutaq ki, başına məs çəkə bilmirsə, əyilib ayağına məs çəkə bilmirsə, onun əvəzindən əlindən dəstəmaz suyundan, rütubətindən götürüb başına və ayaqlarına məs çəkəcək.